Buradan deyirəm, bu videonu çəkirəm. Quba rayonunun Yuxarı Səbətlər kəndində sağ dünyaya gəlməmiş gey, oğru, binamus olan 1991-ci il təvəllüddür. Hacıyev Təbriz Ağabalıoğlu. Binamus, oğru, namussuz, namusu tapdalanmış. Dədəsindən bixəbər, mayası haramdan tutular. Ver mənim 500 manatımı. Namussuz, məcbur əlimdən 500 manatımı alıb 100 manatın qardaşın eşşəy vurursa, donquz vuruqsa verirdin. 400 manatın da pozğun qadınlara kef çəkirdin. Gedib arvadlarınkini yalayırdın. Binamus, ver mənim 500 manatımı peysər. Güvənirsən Əkrəmə ki, Quba rayon polislərinə tapşırır ki, qərəfilin şikayətinə baxmın, Təbrizi müdafiə eləyin. Səni mənə rast gətirən o qəniyyə var, eləyir. Uştalın meşələrində, İvanovkanın meşələrində, nırhanır körpülər altında, həcəmətlə nırhanır kürsəyə gedirdi. Aybaşı qanına getdi ki, Qasım qız gəlmişəmi, getdi məni rast gətirdi sənə. Namussuz, peysə, sən qənirə zəhmət çək, 500 manatımı verginə. Sənə nə girmişdi, çıxmırdı, poxu yeyə bilmirdin, yemiyədin. Mənim şəhrədə malım da vardı, yaxşı yaşayışım da vardı. Sən əxlaqsız, körpülər altında, həcəmətlə hingildaşən meşələrdə, 100 hoqqalardan çıxan Təbrizə məni caladın. Nə olmuşdu sənə? Oğrunu mənə rast gətirdin. Yaxşıydı, Qasımdan doymuyordun, doyuzdurmurdu, gedəydin Təbrizə. Həyasız, nə düşmüşdü sənə əxlaqsız, Təbrizi mənim rast gətirirdin oğrunu, Hacıyev Təbriz Ağabalıoğlu, dədəsindən bixəbər, mayası haramla tuturan oğru, binamus, ver 500 manatımı, siçim ağzına oğraş.